Ümumiyyətcə onu deyim ki, meşə çaqqalsız olmur. Amma belə baxıram ki, sizin damın altında çaqqal çoxdur. Amma belə mən ortalıq uşağı kimi sizin söhbətinizə kurs olub, yəni məsələni polunu həll edə bilərəm. Bu Şakirdir. Seryozni söhbətlərdə çox payı olmasa da, dırnaq ustası kimi söhbətlərinə doyum yoxdur. İndi mən ağarım. Deməli, həm Eltinlə, həm qaynananla bir evdə qalsan da sən. Hə. Görsənmi? Sən 2 dənə otaq yoldaşınla bir yerdə qalamırsan, cəmaət Eltinlə, qaynanasıyla bir yerdə qalır. Şakir usta, canımı boğazıma yığıblar. Nə var onlar ki? Həbi sən sakit dur, Sən fikrini sorsan oldu. Nağarlar ki, nə canlı boğazına yığırdı? Da neynəmirlər ki? Nə eləyirlərsə etmək eləyirlər. Qaynanamdan heç danışmıram. Mən o evdə elə bir sayılmıram, qalmışam qıraqda. Ərin də işini eləmir? Ərimdən heç danışmayı, öküz də elə bil. Ancaq yeyir, yatır, öz işi ilə məşğuldur. Qaynanam da ki, ancaq bahalı hədiyyələri Eltimə uşağını oynatmaq, nə bilim, onunla bahalı restoranlara getmək. Məni bu xarabada sayan yoxdur da. Çox üzr istəyirəm, Nisxədi dilini bu söhbətə kursu olam. Mənim əmmi oğlunun da başına bunu oxşar bir iş gəlmişdi. Mənim əmmi oğlu bir yerdə işləyirdi. 10 iş yoldaşının maaşını qaldırırlar, bununkini yox. 10 iş yoldaşının maaşını qaldırırlar, bununkini yox. Axırda elə qırağa çəkdi bir dənə müdürünü, elə tak 2 dənə soxdu. Heç nədən indi Allah qapısını açsın, şest oydadı. Nə pitiliysən, Sən namına oğlu razboyla tutulmuşdum, Basıb bağlamaca ortalığı zadı yığışdır, mən ağzımı açdırma cəmaatın yanında. Əlini rahat qoy, şeyin narahat olma. Bu kim nə mən bespakoyt edir bu vaxt? Nozonları da özüm vuram. Gəl pirkalama rejim telefonu. Əlim də çeydim. Eşət mənə. Eşdirə. Səsinin tonunu aşağı salaq, kaş olub buna danışıq da, mənlə danışsan. Sən şəhərin 2 nömrəli, 1 nömrəli dırnaq ustasından danışsan, niyə? Qələt eləyir. Sakit dur işini görsə, o dırnağın oranı ehtiyatlı elə, əydin oranı. Ay, eşsənmi? Yanıma gələndə yer saxladı. Mən nə bilim, sən gələsən, kimdən gələsən, nətər. Cəmaət Gürcüstandan mənim yanıma gəlir. Oradan bura yer saxladı. Sən kimsən ki? Sakit dur, Qara istəmişdi, qara eləmişəm. Qara seryozdur rəhdə, amma hər qara giyinən seryozlu olmur, Axşarımda mən vacib işim var, sonra danışarıq, əsəb verməm, davay. Davay, otur. Boğaza yığıldım, əsəbləşdirməyi sana. Özürlü sayı, qadınların bəzilərinin ərləri, kişi dırnaq ustası görəndə elə bir üstünün adam görürlər, üstünə elə xod eləyirlər ki sənin. Da demirlər, mən dastoyun işimi görürəm burada, çörək pulumu qazandım. Başları gedir. Sən sakit dur işini gör. Sən bir dəqiq şapalağı kullandığı ilə vuracam, vurduğun tərəf yox, o biri tərəf açılacaqdır. Dur canım. İçərədən çıxdım, Tünəli məsti ya, əsəbdən sonra. Yəni səbirləşməsin. Düzələcək. Bizim əlimizdə deyil. Deyirsən bu qaynananla ulduzun barışmır da sən. Hə də, neyim? Ümumiyyətcə, sən bu vəziyyətdən çıxmaq üçün Eltini aradan götürməlisən. Necə Eltimi aradan götürüm? Yəni elə bir aşıqqa tapmalısan ki, yəni tapa da bilməsən nə bir vəziyyət yaratmalısan ki, o istəməyərək aşıqqa buraxsın. Onun aşıqqasına görə də sən qaynananın gözündə olsan 1 nömrəli gəlin. Necə bir aşıqqa? Sən qadına talağıma vurmadan problem var. Kəs başımız qaçıb sizin. Bizim elə söz-söhbət çalışır. Nəsə söhbət qadın, bana kim nəsə səhv salsın, sən bizi. Sən döysən arvadıma deyən ki, qaynananın qızını lepin otağında gizlər. Mən nəymə lazımdır, qadın qaçsın qızlarınıza, mən şəhəri 1 nömrəli dırnaq ustasıyam, mən qızıl kum okum var. Bunu qızıl kubokun yağlayın, bura gətirin, Qadın Allah'ını dövdü. Başqadan alıyorum, talağım başladı. Ala gözlü senden ayrı geceler, bir il kimi uzun olur neyler.
Ayraçı. Bağçamızda Limon ağaçlarında ayraçı. Limon ağaç. Bir diyen ne? Bana göz bak. Bir diyen göre. Ayraçı. Limon dağcalında ha. Limon al ha limon. Dala okucuna. Bu Soltandır. Konservatoriya bitirib, arzusu səviyyəli müğənni olub, böyük saraylarda elit kütlənin qarşısında çıxış etməkdir. Ancaq həyat şərtləri onu belə ucuz kafelərdə oxumağa vadar edib. Həbsi ya Akif, məndən bu qədər. Mənim pulum nə qədər yığılıbsa ver, mən çıxıb gedirəm. Boğaza yığıldım. Oyda. Bir dənə sağa dönsən al. Nə sağa dön. Bir dənə sağa dön də nə qadan alım səni. Sən qadan alım ay Sultan. Profillə nətər müslüm maqamaya oxşuyursan hə. Bir dənə əyil qadan, bir dənə əyil. Hə, yaxşı, hə. Belə də kopya mürüsələ görü səsdir dana. Mən ölüm bir dənə əlini soyundan ha. Nə soyun qalmazdan sən maaşı artırmağa gəlməmişəm. Deyirəm pulumu ver. Səni keçən dəfə gördüm Maykada, varına yoxuna nəhlət elə bilirdim ki, Freddie Mercury düz qabağıma çıxdı dana rəhmətlik. Mənim başımı yozutma ya. Mən pulumu ver çıxım gedim, bütün boğaza yığılmışam mən. Keçən səfər Akif Zamzadənin mahnısını oxuyuram. Klientin saxlayıb deyir ki, oradan gəl mənə addım mahnısı oxuyur. Bütün xitəyə yığılmışam mən. Sən qadan alım Sultan, sən ona bayağı mahnı mı deyirsən hə? Sən onun kədərli hekayəsini bilmirsən eləmi? Mən o hekayəni eşidəndə tümündə zapravşik işləyirdim. Varına yoxuna nəhlət. Əlimdə şılanq. Məni nətər ağlamaq tutdu Sultan. Ağlaya qaynıb şofərə dedim ki, sizdə kartlandı. Bunu hara sağlamalıdır? Mən də gözlüyüm nə var? Ki Sultan, sən onun hekayəsini bilmirsən də Sultan. Bu mahnını bir qoca kişi öz sevdiyi qız üçün yazıbdı. Bir dənə təsəvvür elə də Sultan. 50 il bir qızı sevibdi, amma qovuşa bilməyib. Da onun üçün nələrə qurban verib Sultan biri biləsən. Ayaqlarını qurban verib, ayaqları cəhənnəmə, varını dövlətini qurban verib. 50 il sonra həmən arvadla qocalar evində rastlaşıb Sultan. Təsəvvür elə bir dənə. Oy, balindana. Baxma, qocadı zatdı. Onun gözündə görəcəksən o qızı. 18 yaşlı bir qız uşağı. Mələk, çiçək. Elə bunu görəndən sonra ürək dözəmi bilər qadan alamı sənin. Elə istəyib ki dursun bir dənə qucaqlasın. Ara durur vızqırdıb qadan alamı sənin. Elə o anda ağlına fikir gəlib və yazıbdır. Gəl mənə attım. Gəl mənə attım. Adını qəlbə yazdım. Sən qadan alım, Sultan. Toxta özünə, toxta qadan alım sənin. Toxta, hər şey yaxşı olacaqdır. Narahat olma. Ağlama. Sən madə görməyə oxuyacaqsan sən bu mahnını. Oxuyacağım. Sənin qadan alar. Bağçamızdan qızıl güllər hər səhər tezdən açır vaxtsız. Saxlama anını. Oradan bir daha ana sevgisi verin. Ana vaxtı da imkan ver mahnımızı oxuyaq da nə yarımçıq saxlayırsan? Deyirəm sənə ana sevgisi oxuy, Michael Jackson kimi oyna. Bir dəqiqə Michael Jackson gəlib sinəndə oynayacağım. Onun nə şov zakazlar deyə verirsin. Pul ilə deyil. Verim də amanat ver. Nə olub qılım qadanım, nəsə problem var? Mən araq səndə nəyə qulaq asıram? Ona sevgi qadanım, nənəllə. Pivi səndə nə zakas eləyirəm? Michael Jackson. Xəstəsiniz Michael Jackson. İndi mən arağı pivi ilə qarışdırdım. Deyirəm bir dənə ana sevgisi oxuy, Michael Jackson kimi də oyna. Sən qadan alım, ay qılma. Sən elə bilirsən ki, hər şey pulla əlli olur da. Sən hörmətin var qadan alım ki, çox narahat olma. Qadan alım. Məzənəni sən, mənim öz ağırlığım var. Mən ana sevgah oxuyub Michael Jackson kimi oynayacağım burada. Mən müğənniyəm. Mənə vay çalmısan, gecələr sübhə kimi. Vay çalmısan, sən yuxusuz. Ağlaya. Mışıl yatmışam. Ağlaya oxu. Nə deyirsən, yenə bu nə küçük mahnılar deyə zakaz verirsiniz. Sana Allah'a şükür elə ki,
mən çaxırı viski ilə qarışdırmamışam. Yoxsa yanıq kərəmi çaldırıb sənə striptiz elətdirərdim burada. Sən yox, aç, mən görəm bir qəpin yəs söyləm burada. Ən yaxşısı çıxım gedim, başımızı ağrıtmayaq sən canım. Sənin prodüsterin ölümüyüb qadan, alamı sənin, sən bir ruhdan düşəsən, mən sağ öz zivimdən bax 20 manat padqon eləyirəm də, qadan alım, narahat olma. Mənim uşaqlarım acı qalsa dolar, qadan məsəs o da bizim işimizi irəli getsin, klipimizi çəkək. Narahat olma, hər şey əldə eləyəcək, sağ vaxtındaca bir nəfərlə danış eləyəcəm səni. Çox yaxşı bir adamdır, klipdən zatdan məsələsini əldə eləyəcək, narahat olma, get qadanım, get. Sağ vaxt gözləyirəm, vaxtında gəl. Nə qarsan burada? Bayaqdan sən axtarmıram mı? Bu Qoşqardır. Qoşqar Zigmund Freuddən, Nietzschedən, Oşadan öyrəndiklərini Makler Farizdən, Vozduq Nadirdən, Neseryoznu Elşəndən öyrəndiklərinə qatıb, belə adını qoya bilməyəcəyimiz bir şəxsiyyət formalaşıb. Söyə qaqa bezmişəm mən. Qızım yenə yox dedi. Özümü öldürmək istəyirəm. Qaqa, bu sevgi məsələsinin elmi izahı var da, qadın alır. Bilsən nətərdir? İnsan sevəndə beynində dopamin fışqırır. Onda elə ləzzət edirsə, bomba da başa düşdün nətər. Ondan sonra serotoninin azalır. Ondan sonra görürsən ki, gözün ondan başqa heç kimi görmür də, başa düşdün? Bax, bunun adı sevgidir. Ona bax, qızın yufqasına bax, oradan yiyin. Səninki sevgi olsa, qaqa, ağzının suyunu axtıb cəmaata baxmazsan. Bax, dur cənnəm o gedək, dur. Yox idi qız. Gəl. Qaqan sağ desin də, qaqa. Psixologiyada belə bir tema var. Deyir, qadın xaylaqları öz dədələrinə oxşayan kişiləri seçirlər də özlərinə. Eşitibsən bunu? Elə bir ki, bir dənə qadın, qız çöldən it pişik tapır, gətirir evə. Maması deyir ki, o dədəndən oxşamışı nəyə gətiribsən evə? Elə düşdün nə tə? Amma mən it pişikdən onlar. Nə dəxli var? İti pişiyi sevən qız dədəsini oxşuyur deyə səni sevməyəcəkdi. Freud bunu edib kompleksi kimi kurs edib cəmaata. Jung da buna öz tərəfindən baxıbdı. Elektrokompleksi kimi immunnovat edibdi. Başa düşdün nətər? Yox. Bunlar da qaqa bizi kimi qardaş olubdular, yaxın olubdular. Sonra belə xırda-xuruş söhbətlərə görə aralarında nedorozumeniya yaranıbdı, başa düşdün? Şimdi çatdıysa? Yox, hə. Qaqa, nəysə bunların başını bıraq, bir dənə onu deyim ki, Zəndan Xeylağı ilk dəfə gözünü açanda Seryozun mujik kimi öz papasını görür. Ona görə də Seryozun atnaşenyada özünə mujik olaraq dədəsinə oxşar adamları tapır, başa düşdün? Ona görə də elə bir səni qızın dədəsinə oxşatmaq lazımdır. Nətər? Nətər deyəndə qaqan mujik qızın dədəsinin şəklini tapır. Ola istiyordan sən kopya papasısan. Ay, qaqa, pis görsənmir ki. Qaqa pis görsənmir deyəndə dədəsi nədir o sandın, nə yəni, nə var o? Nə bilim, sən. Ürəyini sıxmaya şey olur, nə olur, narahat olma. Gəlir. Papas kimdə alsa, səsin də dayı. Qızım? Papa? Hə, papa, nə bilmişdin ha? Nə etsən az bu vaxtda burada? Ay, şərəfsiz. Şərəfsiz zat nə də az atanından danışsan? Ay, əclaf. Sən bizi atıb gedəndən sonra hansı üzlə qabağıma çıxırsan? Mən sənə demişdim ki, bir də mənim qabağıma çıxma. Mən səni görmək istəmirəm. Freydi duymamışlar artıq. Qaqa, biz orada səhv elədik, sən başa düşəmirəm lan ha. Ağa, yağını burada yazıb da, ha, demiş ki, Svitoy Ati, sən rus dilində də bilmirsən. Yəni deyək, qızlar öz dədələrinə oxşayan kişiləri sevir. Biz oxşatdıq da, nə vardı? Ay, sən bildin biz orada səhv eləmişik, qaqa. Biz səni onun kopya dədəsi eləmişik, biz səni oxşatmalıydıq. Sən nə tevədə səhv buraxmışam, yəni aşıqqa buraxmışam. Nə oldu? Bunu da la.
Ay hara getsə, bu alınmazsa qaqa gələn dəfə bu Karen Horney'in bir iki dənə teması var, onları eləyərik. Cəmaatım sizə mən qışqırdı, üzr sayın.